İnsanın sudan təmizlənməsi və suyun paçılığı haqqında və suyun insan həyatında önəm kəsb eləməsi haqqında müqəddəs Qur'an-ı Kərimdən və İslamın əziz Peyğəmbərinin gözəl hədisləri var. Onu qeyd edeyim ki, su müqəddəs bir məhumdur. İnsanlar sudan gözəl istifadə eləməlidirlər, israfa yol verməməlidirlər. Qur'an-ı Kərimdə Allah Müteal neçə dənə ayətlərdə bizə sudan söz açır və insanın yaradılışının, xəlq olmağının, Bəni Adəm əleyhissalamın yaranmasının sudan yaranması və su və palçıqdan yaranması haqqında da ayətlərə toxunmaq olar. Qur'an-ı Kərimdə xüsusən su haqqında deyilən ayələrdən biri Allah Müteal Ənbiya surəsində buyurur ki, Bismillahirrahmanirrahim və cəalna minəl mai kullə şeyin hayy. Allah Müteal buyurur ki, biz sizi sudan yaratdıq və Allah Müteal buyurur ki, əgər biz sizə böyük neymətlər bəxş eləsək və o neymətlərin içində su ən böyük neymət sayılır. Və su haqqında başqa bir ayədə su Allah tərəfindən insanlığa bərəkət nümunəsidir. Yəni Allah Teala buyurur ki, su sizin üçün bərəkətdir və sudan, bərəkətdən gözəl istifadə eləyin. Bismillahirrahmanirrahim. Yenə də Allah Müteal buyurur, "Ləv nəşəu əcəlnahu ucucan fələvlə təşəkkürən." Allah Müteal buyurur ki, nə varsa Allah tərəfindən sizə göndərilib və bunun müqabilində siz şükür etməyəcəksinizmi? Yəni, su haqqında çoxlu ayə və hədislərimiz var. İslamın əziz Peyğəmbəri insanlığın bütünlüklə təmizlənməsi, pak olması sudandır. Hətta hədis-i qüdsüdə Allah Müteal buyurur ki, insanın qəlbi su ilə pak olur. وَعَجِبْتُ لِمَنْ əygənə بِالْحِسَانِ كَيْفَ يَفْرُهُ. Allah Müteal buyurur ki, təəccüb edirəm o şəxsin halına ki, onun qəlbi su ilə pak olur, bütün təmizlikləri su ilə pak olur, amma qəlbi pak olmur. Qəlbin paklığı insanın əməllərindən ibarətdir, insanın günahdan çəkinməyindən ibarətdir. Su haqqında çoxlu hadisələr var, çoxlu hədislər, çoxlu ayətlər, çoxlu baxışlar var və su müqəddəs bir anlayışdır. Bilirsiniz ki, bizim İslamın əziz Peyğəmbəri bütünlüklə Peyğəmbərimizin dini və bütün dinlər insanlığın paklığını su ilə qeyd edirlər. Yəni, görsünüz, bütün dinlərimizdə var ki, uşağın 40-cı günü və uşaq 40 günlük mərhələsində su ilə pak olunmalıdır, qüsül verilməlidir. Ta inki ömrünün sonuna qədər qüsüllər ki, hamısı su ilə tərtibat olunur. Eyni zamanda insan vida eləyəndə də onu su ilə qüsül eləyib ömrünün son anı mənzilə, yəni dəfn mərasiminə yola salınır və bütün dinlərdə, məsəl üçün, xaspərəst dinində də insanlar uşaqlarını xaç suyuna salırlar və bu su anlayışı çox müqəddəsdir. İnsanın həm həyatında, həm ömründə və həm təmizliyində, həm içməsində, təbabət elmində deyirlər ki, insan gündə nə qədər sudan istifadə eləməlidir. Və xüsusən bu günləri biz baxsaq, görsək, insanların xəstəlikləri, düşünsək ki, ürək, damar xəstəlikləri, damarlarda olan tromların əmələ gəlməsi, bəzən insanların sudan az istifadə eləməsi, sudan layiqincə istifadə etməməsidir. İnsanlar görürsən ki, suya çox üstünlük vermirlər, amma bütün baxsaq təbiblərimiz, həkimlərimiz, bizim görüşlərimiz olur təbiblərinə. Onlar özləri də deyirlər ki, insan çoxlu sudan istifadə eləməlidir, çoxlu su içməlidir. Hətta yatanda insan su içib yatmalıdır ki, bu da böyük bir əhəmiyyət kəsb edir. İnsan gecə aləmində yatanda görürsən insanın boğazı quruyur, narahat olur və bu o deməkdir ki, insan damarlarının düzgün işləməməsi. Amma su içib insan yata və insanın orqanizmində bəzi insanlar var, görürsən, dərmanlar içirlər gecəni, dərmanı da susuz içirlər. Amma bunların hamısı su ilə olsa, daha insan orqanizmi düzgün inkişaf eləyər və düzgün insan
həyatda ömrünü sürmüş olar. Ona görə Allah Taala bizə yaratdığı aləmlər içərisində su da bir aləmdir. Su özü böyük bir bərəkətdir, ruzudur ki, insan gərək bu bərəkətin, bu nemətin qədrini bilə. Bəzi insanlar var, görürsən, sudan düzgün istifadə eləmirlər. Necə? Yəni bir insan görəsən, suyu açır, buraxır, israfçılığa yol verir. İslamın əziz Peyğəmbəri gördü bir gün dəstəmaz alan insanlar cəm şəkildə dəstəmaz alırlar. İnsanlar var ki, dəstəmazın su ilə aldığı vaxtda su açıb buraxırlar və israfa yol verirlər. Peyğəmbərimiz buyurdu ki, namaz vacibdir və namazın ilk tərtibatçısı isə onun dəstəmazıdır, onun qusludur, paklığıdır və paklıq da su ilə olunur. İnsan gərək Allahın verdiyi nemətlərin dəyərin bilə ki, bu suyun dəyərin bilə ki, ibadətin mahiyyətin anlaya bilər. Ona görə sudan gözəl istifadə edən insanlarımız gərək israfa yol verməsinlər. Və israfa yol verdikdə insan görərsən zamanı gəldikdə bir zaman gələcək, çətinliyində onun dəyərini biləcək. Amma o çox gec bir anlayışdır. İnsan gərək vaxtında hər bir Allahın verdiyi neymətlərin dəyərini bilə. Və mən bir gözəl bir hadisə zehnimə düşdü. Gözəl bir ibadət əhli olan şəxslərdən biri bir nəfəri Allahın yoluna dəvət eləyir, onu günahlardan çəkindirir, namaza getirir və ibadətlərin içərisində bizim bilirsiniz ki, birinci əməlimiz namaz əməlidir, ikinci əməlimiz orucdur ki, Allah qismət eləsə, ömür nəsib olursa, biz fevral ayında mübarək ayı qarşılayacaq inşallah Allahın izni ilə. Və bu oruc əməli ibadətlərimizdə ikinci əməldir ki, insanlar var ki, bəzən bu əməldən çəkinirlər, amma bəzi insanlar da sevgi ilə bunu qarşılayırlar. Və bir nəfərə ibadətin şirinliyini öyrədəndən sonra, namazı qılandan sonra oruc əməlini yerinə getirir və orucu yerinə getirəndən sonra susuzluq gəlir bu insana. Və soruşur ki, mən susuzluqdan dözə bilmirəm və artıq o hala gəlmişəm ki, halım çox pisdir, özümdə deyiləm, artıq özümdən getmək ərəfəsindəyəm və alimlərdən soruşur, maraqlanır, deyirlər bir içim su içkinə sənin orucun elə orucdur. Bir neçəsindən soruşur, elə belə hökmü də deyirlər ona. Gəlir öz evinə, öz ailəsinə yetişir, ailədə də görürlər ki, bunun vəziyyəti çox pisdir, narahat bir adamdır. Və getirirlər bir içim suyu, verirlər ki, sən suyu içkinən orucunu aç, çox narahatsan sən, çox pissən sən. Bu cürlə baxır suya belə, deyir, xeyr, mən içməyəcəyəm. İçməyəcəyəm və başını qoyur, yatır, axşam şam namazı yetişir, azan verilir, qalxır ayağa, ibadətini eləyir. Deyir ki, mən o vaxtdır ki, iftar vaxtı ki, əlimi suya götürəndə artıq o susuzluq məndən getmişdi. Və ondan bu yana mən susuzluğun nə olduğunu dərk edə bilmirəm. Yəni, Allah Taala hökmlərini yerinə getirmək, onu layiqincə dəyərləndirmək, Allah da o işlərdə insana yardımcıdır. Bəzi insanlar var ki, o əməllər ki var, Allah Taala ki, insana deyir, vacib əməllərin içərisində orucun özü bir mahiyyətcə insanın böyük əziyyətlərdən, böyük sıxıntılardan, böyük bəlalərdən qurtuluşu deməkdir. Amma insan onu dərk eləyə bilmir ki, insanın böyük sağlamlığı elə Ramazan ayında tamamlanır və başlayır. Ona görə su haqqında Quranda olan ayətlərimiz və Peyğəmbərimizin hədisləri, baxsaq ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, o insanlar ki, su neymətin istifadə edirlər, Allaha çoxlu şükür etsinlər. Edə bilməyənlər, Allahla razı-niyazın düzgün qurmayan insanlar ən azından heyvanata baxsınlar. Heyvanlar görərsən, quşlar su içdikdə neynirlər? Başların yuxarı qaldırırlar, Allaha həmd-sənə eləyirlər, Allaha şükr eləyirlər, sonsuz şükürlər deyirlər. Onu biz bilə bilmirik. Həzrəti Süleyman Peyğəmbər deyir, gördü bir günləri bir neçə heyvan su içir və su içdikdə başların yuxarı qaldırırlar. Amma bir insan da suyu içdikdə nərildir, ses çıxadır, insana xüsusiyyətinə xas olmayan seslər çıxadır.
Peyğəmbər Həzrəti Süleyman o insanla o heyvana baxıb dedi, səninlə onun arasında böyük bir fərq var. Səni Allah əqli qüvvə verib, amma ona o qüvvəni verməyib. Amma fərq budur ki, o Allaha şükr edir bugün. Amma sən isə Allaha naşükürlük eləyirsən, elə bilirsən sanki bu elə bu cürdə olmalıdır. Ona görə baxsaq dünyada su sahibləri var. Su çəkən insanlar olub, yol çəkən insanlar olub, suya böyüklük eləyən insanlar olub. Amma onlar o qədər Allaha razı niyaz ediblər ki, biz baxsaq İslamın əziz Peyğəmbəri, Həzrəti Rəsul-i Əkrəm sallallahu aleyhi və səlləm Peyğəmbərimiz öz qızı xanım Zəhra salamullah əleyhaya əleyhissalamla izdivac eləyəndə, nikah əqdin bağlayanda Allah buyurur ki, dünyanın nə qədər suyu ki var, nə qədər ki içməli sular ki var, onlar hamısı qoy olsun xanım Zəhra salamullah əleyhanın mehriyyəsi. Təsəvvür edirsiniz, xanım Zəhraya Allah salam göndərir və ona təbrikini dünyanın içməli suyun qərar verir. Və bu Allah tərəfindən seçilir. Əleyhissalam da bunu bilir, səhabələrimiz də bilir ki, bütün dünyada içməli su xanım Zəhranın mehriyyəsi oldu. Və xanım Zəhra da Allaha sonsuz şükürlər eləyir və bunu qəbul eləyir. Amma baxın, görün ki, tarix neyi xatırladır bizə? Bir gün onun balası Həzrəti İmam Hüseyin əleyhissalam Kərbəla çölündə susuz şəhid olur. Suyun sahibi suya yetişə bilmir. Suyun sahibi suya yetişə bilmir. Və onlar hamısı şəhadət şərbətindən keçirlər. Amma suya yetişə bilmirlər. Tariximizdə Əbəlfəzl Abbasın son damla nəfəsinə qədər, canına qədər sudan su üçün keçir ki, o uşaqlara suyu getirsin, amma yetişdirə bilmir. Və bu müsibəti biz Kərbəla məktəbində susuzluq, Ətşam məktəbini görürük ki, İmam Hüseyin əleyhissalam özü və balaları, əhli əyalı hamısı susuz qalırlar. Və suyun isə sahibi kimdir? Allah kimə həvalə eləyib? Peyğəmbərimizin əziz qızı xanım Zəhraya. Ona görə hər dəfə su içəndə möhtərəm insanlar, salamullah Hüseyni şəhid, suyun sahibi onlar idi. Onlara salam göndərmək lazımdır ki, onlar o suya yetişə bilmədilər, o suyu görə bilmədilər. Ona görə biz su haqqında nə qədər danışsaq, suyun mənşəyi, suyun dəyəri, insan həyatında suyun önəm kəsb etməsi, insan gərək dərk etməlidir ki, bu neymət Allah tərəfindən insana böyük bir bərəkət olaraq verilib. Ona görə insan hər zaman bunun müqabilində Allaha çoxlu şükür etməlidir və hər su içdikdə Peyğəmbərimizə, Həzrət İmam Hüseyin ağaya salavat, salam göndərməlidir və dualarında xüsusən su haqqında, dualarında, münacatında ilahi bizi susuzluqla, böyük bəlalərlə imtihana çəkmə deyərək dualar etməlidir. Ona görə su haqqında deyilən ayələr, su bizim təmizliyimiz, su bizim bərəkətimiz, su bizim həyatda ən önəm kəsb elədiyimiz həyat yaradıcılığımız, bütün görülən işlər hamısı sudandır. Yediklərimiz, Allahın neymətləri, baxsaq görsək, Allah Teala öz yağış yağmurların yer üzünə göndərməklə Sədinin gözəl bir əsərində bu məsələ çox önəmə kəsb eləyir və Quranda da bu ayətlərə rast gəlirik ki, Allah göylərdən yer üzərinə o yağış yağmurun göndərir, torpaq üzərində Allahın bütün neymətləri göyərir. Nə üçün? Bir dənə aləm olan insan üçün ki, insan bundan səmərəli istifadə eləsin, səmərəli Allahla münacat eləsin və yeyib Allaha həmd-i səna eləsin, şükür eləsin. Allaha sonsuz öz şükürlərimizi, öz razı niyazımızı çatdırırıq inşallah.